qız uşaqlarında vaginal göbələk problemi varsa, bunun müalicəsi necədir? Bu hissəyə də yaxşı toxundunuz. Bu təkcə yəni qadınların, evli qadınların, cinsəl həyat yaşayan qadınların yox, elə qız uşaqlarının da heç bir cinsəl həyat yaşamayan qız uşaqlarının da problemi ola bilir ki, bununla da bağlı bizə kifayət qədər müraciətlər olur və hətta analar çox narahat olurlar ki, görəsən nəyi var, qaşınması var, axıntı miqdarı çoxdur və s. Qız uşaqlarında da xüsusən yeniyetmə dövrlərində hormonal o dəyişikliyə bağlı, hələ onların o hormonları formalaşmadığı üçün, lori dildə desək, oynadığı üçün estrogen gah qalxır, gah düşür, menstruasiyalar hələ düzənsizdir, hələ o hipofizar yumurtalıq əlaqələri tam formalaşmayıb və s. Bunlara bağlı onlarda da bax belə vaginal mühitin mikrofloranın o pozğunluqları, bəzən kandida infeksiyasının aktivləşməsi, bəzən bakterial vaginozun aktivləşməsi, axıntıların artması, qoxu və s. problemləri ola bilir və gərəkirsə qız uşaqlarına da müalicə etmək olur, mümkündür.